Bunin, zülmətli xiyabanlar. Soyuq payız günündə Tula şəhərinin geniş yollarının birində, bir hissəsi dövlət poçtansası, digər hissəsi isə qonaq evi olan uzun bir bina, hansında ki dincəlmək və ya gecələmək də olardı. Burada yemək yeyib samovar da sifariş etmək mümkün idi. Binanın önü yağış suyu ilə dolmuş çirkablı gölməçələrlə əhatə olunmuşdu. Balçıqla örtülü, 3 atdan ibarət fayton binanın önünə yaxınlaşırdı. Faytonu güclü bir kişi idarə edirdi. Belini bərk sıxmışdı. Ciddi görkəmli, qaralmış dərisi, nadir qətran rəngli saqqalı olan adam yaşlı quldura bənzəyirdi. Faytonda isə qamətli hərbçi əyləşmişdi. Başında hündür kartuzu, Nikolay sayağı şineli, qunduz dərisindən yaxalığı olan biri. Saçları hələ də siyah idi, lakin bığları beyazlaşmışdı. Bakınbardları da ağarmışdı və bığları ilə birləşirdi. Adam çənəsini qırxmışdı və bütün görünüşü ilə Çar II. Aleksandrla uyğunluğu vardı. Bu tərz hərbçilər arasında onun hakimiyyəti zamanı çox yayılmışdı. Baxışı mərhəmətli, ciddi və eyni zamanda yorğun idi. Atlar qonaq evinin yanında duranda adam çəkməli ayağını faytondan çıxarıb zamşalı əlcəyi ilə şinelin ətəyindən tutdu və evin girişinə qaçdı. Qonaq evi isti, quru və səliqəli idi. Sol küncdə, yuxarıda qızılı sima ikona vardı. Onun altında olan masanın üstünə beyaz süfrə salınmışdı. Masa arxasında skamyalar təmiz yuyulmuşdu. Sağ tərəfin arxa hissəsini bütövlüklə mətbəx ocağı tutmuşdu. Ocaq təzəcə ağartılmışdı. Onun yanında üzəri örtü ilə örtülmüş taxta bənzər nəsə vardı. Taxtın bir hissəsi ocağın böyrünə dirənmişdi. Ocaqdan şirin şir şorbasının qoxusu gəlirdi. Hansında ki kələm həlim salırdı. Malati və dəfnə yarpağının da iyi hiss olunurdu. Daxil olan müsafir şinelini skamyanın üzərinə atdı və mundirsiz, uzun çəkmədə daha qamatli olması üzə çıxdı. Sonra əlcək və kartuzunu çıxardı. Yorğun tərzdə, bəyaz, arıq əlini başına çəkdi. Gicgah hissəsində saçları yüngülcə buruqdu. Yaraşıqlı, qara gözlü, uzunsov üzü Osmanın yüngül izlərini özündə saxlamışdı. Qonaq otağında heç kim yox idi və o qapını açıb giriş tərəfə qışqırdı. Ey, kim var? Elə həmin an qonaq otağına qara saçlı və qara qaşlı, yaşı çox olmasına baxmayaraq hələ də gözəl olan qadın daxil oldu. Qadın yaşlı qaraçıya bənzəyirdi. Üst dodağında və yanaqlarının yanlarında azca qara tükcüklər vardı. Kök, lakin yüngül yerişli idi. Qırmızı koftasının altından iri döşləri, yun yubkasının altından isə ördək kimi üçkünc qarnı görünürdü. Xoş gəlmisiniz, Ali Həzrət, qadın dedi. Yemək istəyirsiniz, yoxsa samavar verilməsini əmr edirsiniz? Qonaq gözucu qadının yumru çiyinlərinə, ayaqlarında olan nimdaş, qırmızı, yüngül tatar çəkmələrinə nəzər yetirdi. Qadını vecinə almadan dedi, samavar versinlər. Buranın sahibəsisən, yoxsa burada xidmət edirsən? Sahibəsiyəm, Ali Həzrət. Deməli, buranı idarə edirsən. Elədir ki var, özüm idarə edirəm. Özün niyə? Dulsan? Ya işi sən aparırsan? Dul deyiləm, Ali Həzrət. Bir dəhər keçinmək lazımdır axı. Çalışmağı isə mən sevirəm.
Belə-belə, lap yaxşı. Səndə burada çox səliqə səhmandır. Söhbət əsnasında qadın çəkinərək adama baxırdı. Yüngülcə gözlərini qıymışdı. Mən təmizliyi sevirəm. Axı ağaların evində böyümüşəm. Necə səliqə səhman saxlamayım? Necə təmizliyə riayət etməyim? Nikolay Alekseyeviç. Adam tez qamətini düzəltdi, gözlərini geniş açdı və qızardı. Nadejda, sənsən? Mənəm, Nikolay Alekseyeviç. Aman Allahım, aman Allahım. Skamyada əyləşən adam düz qadına baxdı. Bunu kim bilə bilərdi? Neçə illərdir ki biz görüşməmişik. 35 il filan olar. 30 ildir, Nikolay Alekseyeviç. Mənim indi 48 yaşım var. Sizinsə yaşınız zənnimcə 60-a yaxındır. Elə bir şeydir. Elə bir şeydir, aman Allahım. Bu necə də qəribədir. Nə qəribədir, cənab? Hər şey, hər şey. Sən heç nə anlamırsan? Adamda olan yorğunluq və diqqətsizlik yox oldu. O ayağa qalxıb, döşəməyə baxaraq qonaq otağında gəzişirdi. Sonra durub, qızararaq dedi. Mən sənin haqda o vaxtdan bəri heç nə duymadım. Sən bura necə gəlib çıxmısan? Niyə ağalarının evində qalmadın? Sizdən sonra ağalarım məni təhkimlikdən azad etdilər. Sonra harda yaşadın? Uzun söhbətdir, cənab, qadın cavab verdi. Deyirsən ərə getməmsən? Xeyr, getməmişəm. Niyə? O gözəllik ki səndə vardı. Niyə, nədən? Mən bunu edə bilməzdim. Niyə edə bilməzdin? Bununla nə demək istəyirsən? Nəyi anlatım? Yəqin ki, özünüz də xatırlayırsınız. Mən sizi necə sevirdim. Adam qızarıb kövrəldi və üzünü turşudub yenə gəzişməyə başladı. Hər şey keçib gedir, dostum. Sevgi, cavanlıq, hər şey. Bu adi, xoş olmayan əhvalatdır. Əyyubun kitabında necə yazılıb? Axan su kimi xatırlayacaqsınız. Allah kimə nə qismət edir, elə də olur, Nikolay Alekseyeviç. Gənclik hamıda keçib gedir. Amma məhəbbət, sevgi isə başqadır. Adam başını qaldırıb əzab verici tərzdə qadına baxdı. Axı sən bir əsr boyu məni sevə bilməzsən. Deməli bildim. Nə qədər zaman keçdiysə elə o sevgi ilə yaşadım. Bilirdim ki siz əvvəlki kimi olan biri deyilsiniz. Sizin üçün sanki heç nə baş verməyib, heç nə olmayıb. Amma indi sizi mühakimə etmək gecdir. Lakin həqiqətən siz məni çox qəddarcasına tərk etdiniz. Dəfələrlə sizə olan küskünlüyümə görə özümə qəsd etmək istədim. Axı elə vaxtlar vardı ki, Nikolay Alekseyeviç, mən sizi Kolinka deyə səsləyirdim. Məni necə çağırdığınızı xatırlayırsınızmı? Və qadın qüssəli təbəssümlə əlavə etdi. Və bütün şeirləri mənə söyləyirdiniz. Zülmətli xiyabanlar haqda. Adam
başını yellətdi. Ah, sən o vaxtlar necə gözəl idin. Elə ehtiraslı, atəşli və cazibədar idin ki, necə gözəl bir qamətin, necə qara gözlərin vardı. Xatırlayırsanmı, hamı sənə necə baxırdı? Xatırlayıram Ali Həzrət. Siz də çox yaraşıqlı idiniz. Axı bütün atəşimi və gözəlliyimi mən sizə verdim. Bunu necə unutmaq olar? Ah, hər şey keçir, hər şey unudulur. Hər şey keçir, amma hər şey unudulmur. Adam pəncərəyə yaxınlaşdı. Üzünü çevirib, "Çıx get. Xahiş edirəm, çıx get", dedi. O dəsmalı çıxarıb gözlərini apardı və əlavə etdi. "Qoy Tanrı məni əfv etsin. Görünür ki, sən məni bağışlamısan." Qadın qapıya yönəldi və durdu. "Xeyr, Nikolay Alekseyeviç, bağışlamadım. Əgər söhbət bizim hisslərimizə toxundusa, sizə gerçəyi deyə bilərəm. Mən sizi heç vaxt bağışlaya bilmədim. Mənim üçün o zamanlar və sonrakı illər ərzində sizdən başqa qiymətli, dəyərli heç kim olmasa belə əfv edə bilmədim. Ona görə ki, sizi bağışlamaq olmazdı. Bir də keçmişi xatırlamaq nəyə lazımdır axı? Mərhumları məzardan çıxarmırlar." "Bəli, bəli. Nəyə lazımdır axı? Lazım deyil. Atların hazırlanmasına sərəncam ver." Pəncərədən çəkilən adam artıq ciddi üzlə dedi. "Sənə bir söz deyim. Mən heç vaxt, bütün həyatı boyu mutlu olmadım. Bağışla məni. Sənə açıq söyləyim. Bunu bil. Arvadımı dəlicəsinə sevirdim. Üzr istəyirəm, əgər bu sözlər mənliyinə toxunursa. Onu sevdim. O isə mənə xəyanət edib, təhqir edici tərzdə məni atıb getdi. Mənim sənə etdiyimdən daha acı, rəzil hərəkət etdi. Oğluma heyran idim. Böyüdüyü zaman ona ümidlərim vardı, amma alçaq, şərəfsiz biri çıxdı. Ürəksiz və vicdansız biri. Bir də bu adi xoş olmayan əhvalat. Sağ-salamat qal əziz dost. Düşünürəm ki, mən də həyatımda ən qiymətli, əziz bir şeyi itirmişəm." Qadın yaxınlaşıb onun əlini öpdü. Adam da qadının əlindən öpdü. "Qoy atları versinlər." Oradan uzaqlaşandan sonra o kədərlə düşünürdü. Necə də gözəl idi. Möcüzəli dərəcədə cazibədar idi. Sonra öz son sözlərini və qadının əlini öpməsini xatırladı. Utandı. Özü-özündən xəcalət çəkərək, "Bəyəm onun mənim həyatıma verdiyi ən gözəl dəqiqələr gerçək deyildimi?" deyə düşündü. Qürub edən solğun günəş göydə boylanırdı. Faytonçu atları çapır, ən palçıqlı yerlərdən yan keçməyə diqqət yetirirdi və o da nəsə düşünürdü. Nəhayət faytonçu ciddi və kobud tərzdə dedi. "Nikolay Alekseyeviç, qadın biz gedənə qədər arxamızca pəncərədən baxırdı. Siz deyəsən onu çoxdan tanıyırsınız." Çoxdan tanıyıram, Klim. Hə, ağıllı qadındır. Deyirlər ki, get-gedə varlanır. Mənfəəti yüksəlir. Pulunun üstünə pul gəlir.
Bunun heç bir mənası yoxdur. Necə yəni yoxdur? Axı kim yaxşı yaşamaq istəmir ki? Əgər vicdanla işləsən, bundan ziyan gəlməz. Deyirlər ki, çox ədalətlidir. Müsibət, aləm qadındır. Əgər vaxtında pulunu verməsən, özündən küs. Hə, özündən küs. Rica edirəm, bərk çap. Yoxsa qatara gecikərik. Aşağı enən günəş boz çölləri sarı rəngə boyuyurdu. Atlar eyni addımla gölməçələrdən keçirdilər. Adam atların nallarına baxır, qara qaşlarını çatıb düşünürdü. Bəli, özündən küs. Bəli, əlbəttə, ən gözəl dəqiqələrim, gözəl deyil, həyatımın ən sehirli, möcüzəli dəqiqələri zülmətli xiyabanlarda it burnu qırmızı çiçək açdı və adam şeiri xatırladı. Aman tanrım, axı bunun ardı necə olacaqdı ki? Əgər onu tərk etməsəydim, bu nə axmaqlıqdır. Yəni, həmin qonaq evinin sahibəsi Nadejda, Peterburqdakı evimin xanımı, mənim arvadım, uşaqlarımın anası olacaqdı. O başını yellədib, gözlərini yumdu. 20 oktyabr 1938-ci il.